Daha çox istintaq orqanında işləmişəm. Ümumi stajım 43 il olub. Bremen muzeyindən oğurlanmış Rembrandtın fırçasına Van Dyck, Dürer, onun əriyi güləş üzrə dünya çempionu olmuşdu. Dələduzluq cinayətləri həddindən artıq çox. Kassa aparatı ilə bu çekləri çap eləyib 5 milyon nə qədərsə pul alıblar. O xadiməni tapıb 200 manat ona pul verir. Deyir ki, gedərsən elçiliyə, deyərsən ki, mən sənin xalanam. Şagird müəllimini vurmuş deyə silahdan idrak. Deyirlər ki, biz bunu tutmayacağıq dedik. Mən nətər tutmayacağam. 4 nəfər şagird, bir qız şagirdlə üzr istəyirəm də qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Ömürlük cəza. Müəyyən etdi ki, bu ümumiyyətcə o vaxt orada olmayıb. Amma ölüm vaxtında biz bəraət verdik. Hakimlik pensiyasını ala bilmirəm. Vermişəm məhkəməyə, yazırlar. Hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi. Elə bil ki, bu vəzifəli şəxslər bunlar üçün xalq düşmanıdır. Nəli gedib filan yerdə köynək, çorap, mayka sataram ya da gedib kebab pişirərəm. Həm vəkil, həm hakim, həm müstəntiq. Biz hamımız eyni məsələyə qulluq edirik. Vəkil öz üzərində işləyib, sonra elə bir vəsadət verir ki, yazıq o vəkillər qalır bu yollarda. Ora qaçır, bura qaçır. Hörmətli Anar müəllim gözəl bir təşəbbüsü elədi ki, bunlar olmasa nə hakim, nə vəkil işləyə bilməyəcək. Vəkil özü də hakimdən biraz daha da genişdir sahəsi. İlk növbədə sizi salamlayıram. Dərin minnətdarlığımı bildirirəm ki, mənim yanıma gəlmisiniz. Özüm haqqında nə deyə bilərəm? 1959-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Yasamal rayon 175 sayılı məktəbdə təhsil almışam. Ondan sonra 1977-ci ildə Azərbaycan Dövlət Universitetində hüquq fakültəsinə daxil olub 1982-ci ildə də bitirmişəm. Həmin 1982-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə Baş İstintaq İdarəsinin nəzdində Səbail rayon polis şöbəsinə müstəntiq təyin edilmiş. 1985-ci ildən Daxili İşlər Nazirinin Baş İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə baş müstəntiq müəyyən dövrdən sonra məni göndəriblər təhlükəsizlik orqanlarına və orada uzun illər çalışmışam. Orada əvvəl xüsusilə mühüm işlər üzrə baş müstəntiq, sonra şöbə rəisi və idarə rəisinin müavini. Möhtərəm Prezidentin 2010-cu ilin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunmuşam və hakim işlədiyim dövr 14 il 5 aya yaxın davamiyyət olub və 2025-ci ilin 14 may yaşla əlaqədar təqaüdə göndərilmişəm. Hal-hazırda Vəkillər Kollegiyasının üzvüyəm, 14 sayılı vəkil bürosunun vəkiliyəm. Bilirsiniz, daha çox istintaq orqanında işləmişəm. Ümumi stajım 43 il olub, həm hüquq mühafizə orqanlarında, həm də ki, məhkəmə orqanlarında. Şəxsən elə işləri bəlkə də yüzlərlə, bəlkə də minlərlə aparmışam. Çox epizodlu, böyük bir işləri aparmışam. Əgər icazə versəz, ilk növbədə istintaq orqanından belə bir beynəlxalq əhəmiyyətli bir iş idi. O barədə bir balaca danışım. Sonra keçərik hakim fəaliyyətimdən əlaqədar. 1993-cü ildə mən Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində xüsusilə mühüm işlər müstəntiq işləyərkən məni bazar günü, indiyəcən yadımdadır, Nazirliyə dəvət elədilər və bildirdilər ki, Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində 12 rəsm əsəri oğurlanmışdır. Ora gedərkən çox maraqlı bir faktla qarşılandım. Həmin rəsm əsərləri Bremen muzeyindən oğurlanmış 1945-ci ildə Rembrandtın fırçasına, Van Dyck, Dürer, Mark Antoniya, elə bir məşhur rəssamların fırçasına məxsus rəsm əsərləri oğurlanmışdı. Mən mərtəq qaldım ki, bu nə cür gəlib Bakı Dövlət Muzeyinə daxil olub. Müəyyən olundu ki, 1945-ci ildə bir Qazaxıstan vətəndaşı əskər Almaniya Respublikasında olarkən müharibə zamanı həmən Bremen muzeyindən 14 əsəri oğurlayıb və Sovet hökumətə daxil olankən nə cürsə gəlib Bakıya çıxıb. Onu Bakıda keçmiş
etmiş NKVD işçiləri saxlamışlar və həmən 14 əsəri ondan müsadirə edib vermişdilər saxlanılan üçün Bakı Dövlət İncəsənət Muzeyinə. Həmin dövrdən siz fikirləşin 45-ci ildən muzeydə saxlanılırdı qrafika fondunda. Heç kim də bilmirdi ki, bizdə belə əsərlər var. Bunu gizlətmişdilər. Təbii ki, muzeyin rəhbərliyi bu barədə xəbəri var idi və orada tezə bir direktor gələrkən ona bildiriblər ki, bu rəsm əsərləri yoxa çıxıb. Biz təftiş təyin elədik və s. İlk növbədə Bakıda yerləşən Mərkəzi Interpol bürosuna müraciət elədik. O dövrdə birisi çox çətin idi. Tərcümə elədik, onların müəyyən hissəsində qalmışdı. Şəkilləri verdik, əlamətlərini təfsir elədik və s. Göndərdik buna bütün dünya üzrə Interpolun kim daxildirsə onlara. Təftiş zamanı müəyyən oldu ki, ümumiyyətcə muzeydə 262 dənə əsər yoxdur. Çox belə nadir şərq miniatürləri və digər rəsm əsərləri çatışmır. Bu da bilirsiniz 92-ci ildə Sovet hökuməti dağılandan sonra dərəbəylik, oradan nə istəyirsən çıxardırdılar. Hətta bizdə ifadələr var idi ki, inventar, seyfləri aparırdılar, nə istəyirsinizsə oğurlayırdılar orada. Bir müddətdən sonra Amerika Birləşmiş Ştatlardan bizə cavab gəldi ki, bir nəfər Yaponiya vətəndaşı Masatsuga Koga həmən 12 əsərdən 8-ini auksiona təqdim edib. Auksionda da baxıblar, görüblər ki, bu kolleksiya Bremen muzeyinə aiddir. Onlarda belə kataloq var. Bütün hamısı müharibə vaxtı oğurlandığı əsərlər orada qeyd olunub. Kataloqdan bunlar görüblər ki, Almaniyanındır. Şübhələniblər, o Masatsuga Koga çıxıb aradan. Amma ki, bir müddətdən sonra Amerika Birləşmiş Ştatları xüsusi orqanları onu tutdular. Onu ilə həmçinin bir Danil İfraimov var idi, sonra Mişiyev var idi. Onları da saxlamışdılar. Həmçinin də bir xanım, mən adını demək istəmirəm, Azərbaycanda hüquq mühafizə orqanlarında şöbə rəisi işləyirdi. O bunu Azərbaycandan çıxartmışdı. Onun əri Azərbaycanda güləş üzrə dünya çempionu olmuşdu. O da iştirakçı idi və bu əsərlər orada saxlanılmışdı. Onlar mütləq qaydada bizə müraciət elədilər ki, bizlə birlikdə bu istintaq əməliyyat tədbirlərində iştirak edək. 2 dəfə mən Amerika Birləşmiş Ştatlarına yola düşdüm New Yorkda. Orada hətta məhkəmədə də iştirak elədim. Bizim gömrük işçilərində bir neçəsini dəvət eləmişdilər və s. Və biz nail olduq ki, həmin rəsm əsərlərini o vaxt 157 dənəsini hansını ki tapdıq, bizim dövlətə, muzeyə qaytarıldı. 12 dənəsini isə o Bremenə aid olduğu üçün kataloqu məndə var. Maraqlansaz mən göndərə bilərəm. Və o dövrdə mənə Amerika Birləşmiş Ştatlarının baş prokurorun müavini bizim nazirliyə təşəkkür məktubu da göndərdi ki, Azad Məcidovla biz uzun dövr biz işlədiyoruz mən də. Onlar neçə dəfə gəldi bura, biz getdik. Yəni ki, belə bir böyük cinayət şəbəkəsini biz ifşa edib, onları da sonradan biz axtarışa verdik. Həm orada onlar mühakimə elədilər, həm bizdə müəyyən adamları. Xanım orada hələ mühakimə oldu, qaldı. Heç gəlmədi də. İndiyəcən də yaşayır. Amma dünya çempionu indi rəhmətə gedib Azərbaycana gətirdik və mühakimə elədilər burada. O ki, qaldı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılması ilə əlaqədar. Yüzlərlə işə baxmışıq. Bilirsiniz, son dövrdə bizdə hələ bil ki, dələduzluq cinayətləri həddindən artıq çoxdur. Axırıncı iş baxırdım 2025-də. Pensiya çıxmamışdan bir 3 gün qabaq hökmü elan elədik. Kassa çekləri yoxdur. Ədəvi yeri al. Üzr istəyirəm, dələduzlar çox gözəl bir icad eləsinlər. Hansısa bir dələduzluqla böyük pul əldə etsinlər. Nə edirlər? Gedirlər, tapırlar hansısa bir narkoman, bomж və s. Bir 100 manat, 50 manat, hətta olub ki, 20 manat da verirlər, ifadələr var idi. Deyirlər ki, gedib notariusa, bir dənə mənə baş etibarnamə ver. Gedirlər, qol çəkir, hamısını verir hansısa bunun adamına və onlar da bundan istifadə edib gedirlər, öyün alırlar həmin şəxslərin adına. Sonra kartlar alırlar, bank kartları, sim kartlar alırlar müxtəlif. Və bu öyündən həmin adamın adına güya ticarət mağazası açırlar. Topdan satış və yaxud belə mağaza açıb, orada 46 dənə kassa aparatı gedib götürüblər. Cəmaət də nə bilsin, verir bu kassa aparatını, hələ bilirlər ki, bunlar işləyicilər. Hansısa bir ünvan da yazırlar, nə masazır yazır, biri nə bilim, lökbatan yazır və s. ki, orada mağazadır. Və başlayırlar kassa çeklərində özləri 2 dənə də proqramist götürürlər. O proqramı elə yaradır ki, o çeklərdə olan məbləğ və çeşid
hansısa bir nəsə alıblar və s. Hər dəfə dəyişirmiş ki, şübhə yaranmasın. Ondan sonra başlayırlar 46 dənə kassa aparatı ilə bu çekləri çap eləyib. Sonra da ki, bu çeklərdən istifadə edib bizim cinayət işi üzrə 5 milyon nə qədərsə pul alıblar. İndi siz fikirləşirsiniz ki, gör nə qədər gündə rulonla 8 dənə evdə eləmişdilər belə, kirayə götürmüşdülər evləri. Rulonla bu çeklərdən istifadə eləyib, hətta satırdılar müəyyən adamlara ki, get sən də düzəltkinlə də. Tutaq ki, 100 min manatlıq çek çap eləyiblərsə, nəm 50 minə satırdılar və s. Özdə ki, çox maraqlıdır da. Çekdə 2000-dən artıq oldusa, təbii ki, İqtisadiyyat Nazirliyi yanında vergi xidməti şübhə ilə yanaşır ona. Amma 2000-ə qədər hamısını buraxırlarmış. Hətta mənə maraqlı gəldi ki, görürsən ki, biz gedirik, nə bilim, 10 manatlıq mal alırıq, bir 50 qəpik bizə əlavə geri al, pul gəlir. Onu da bir ay gözləyirik ki, ha vaxt o gəlib hesaba daxil olacaq. Amma burada milyonla pul veriblər, milyonla. Və heç kimin də xəbəri yox, güya. Təbii ki, onun indi cinayət işi ayrıldılar. Mən tezə də bu barədə epizodun baxılması üçün cinayət işin materiallarından başqa material ayırıb göndərdim hörmətli vergilər xidmətinə ki, onlar tezdən bunun araşdırılması aparsınlar ki, necə ola bilər bir belə milyonla pul götürülür. Axtarış zamanı həmin başçının evindən 1 milyondan artıq manat, 1 milyondan artıq dollar, nə bilim maşın və s. Bu adam neynirdi, bir nəfər də axtarışdadır hal-hazırda. 15 il birinə, 14 il 6 ay digərinə, 14 il üçüncüsünə. Yəni ən sərt cəza verdim. Hələ prokuror da 15 il istəmişdi, mən də 15 il verdim. 3 nəfər. Fikirləşirlər neynəsinlər? Bir Qalinbayinin yanımış. Gedirlər çex pasportunu alırlar. 2000 manata. Götürürlər o çex pasportla, gedirlər rentkardan, eyni rəngli bir dənə Qalinbayin götürürlər, bir neçə günlük, bir həftəlik. Deməli, götürüb bu motorunun və şossesinin bütün məlumatlarını silirlər və aparırlar köynə o yanmış Qalinbayinin nömrəsini qoyurlar. Həmən də Qalinbayin tezə bir Qalinbayindir. Güzətə 100 min qiyməti var idi. Gedirlər 51-52 min pul alırlar. Kredit. Güya qoyurlar girov. Kimi çatdırdı. Və onu hamısını rəsmiləşdirirlər bir Moykada olan avtoyuyucunun adına. Bu özü avtoyuyucu puluna az verirlər deyə 2000 pul verirlər. Deyir, axırı cinayət gəlib mənim üstümdə partlayacaq da mən nətər? Bu özü zəng vurur həmən banka, deyir ki, sizi alladıblar və s. də o maşını geçsiz axtarsınız. Bilirsiniz ki, filan maşın deyildi, filan maşın. Sonra bu şəxsləri tapdıq. Maraqlı işlərdir, mən ona görə deyirəm. Bir nəfər rayon əhalisi, cavan oğlan, ailəli 2 uşağı var. Görür ki, dolanmaq çox çətindir və s. Götürür, soyadını dəyişir, adını və soyadını. Tezə şəxsiyyət vəsiqəsi alır. Arvadına deyir ki, mən gedirəm Rusiyaya işləməyə. Bir sosial şəbəkədə bir xanımla tanış olur. Başlayır bu ilə görüşmək, Bakıya gəlir. Və deyir ki, mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Banditizm İdarəsinin əməkdaşıyım. O Təşəkkül Cinayətkar Qarşı Mübarizə İdarəsinin banditizm deyir, amma bilmirlər ki, belə bir idarə yoxdur. Bunlar da avam adamdır, deyirlər ki, hə, lap yaxşı, mayoram. Qızla görüşür, qıza deyir ki, gəl evlənik. Qız da deyir ki, yox, geri atam anam razılıq versin. Deyir ki, atam anam rəhmətə gedib. Bir dənə evində, kiraya qaldığı evində xadimə olur. O xadiməni tapıb 200 manat ona pul verir. Deyir ki, gedərsən elçiliyə, deyərsən ki, mən sənin xalanam. Biz atası anası ölüb, örgədir də nə danışmaq və s. Arvad da gedir elçiliyə, kişi də baxır, deyir, qız da deyir ki, mən onu sevirəm, falan yerdə işləyir və s. Hərsini verir, danışırlar ki, toy eləsinlər və toy eləyəndə oğlan deyir kişiyə ki, qaynatasına, mən krediti almışam 7-ci mikrorayonda, o da kirayədə qalır, 2 otaq. Biraz borcum var, sən toyun pulunu, hamısını verginə, sonra mən pulları qaytaracağım sənə. Kişi həm bu pulu verir, sonra mebel alır qızı üçün, bütün doldurur evi, başqa bir vətəndaşın evidir. Bundan sonra evlənirlər. Bu başlayır ki, nəsə gənə də pul əldə etmək lazım. Deyir, gəl mən sənin oğluvu kişiyə düzəldim banditizm idarəsinə. Kişi də deyir ki, hə, düzəltdim. 40 minə yaxın pul götürür kişidən. Bunun da fikri var idi, bu pulu götürən kimi çıxsın Rusiya. Həqiqətən Rusiya getsin, orada yavaş-yavaş allatsın cəmaat. Neysə, bu toy olanda kişi nəsə çox təəccüblü gəlir ki, görür ki, bir
Bunun adamlarından bir dənə o xala gəlir, xadimə. Bir də bir 10-15 dənə cavan oğlanlar. Deyirlər, sənin qovmun zadın yoxdur. Deyirlər, mən yetim uşağım da, elə babalar. 10-15 nəfər də kim idi? Kiməsə deyib ki, oradan-buradan gedirsiniz, havayı yeyib içmək var. Gedirsiniz, sizi ora dəvət edir. Aparır onları şadlıq evində, yeyirlər, içirlər. Neysə, bir nəfər oradan gəlir kişinin qulağına pıçıldayır ki, ay kişi biz bu belədir, elədir. Kişi bilir, verir polisə bunu həbs edirlər. Yəni, biraz bu məsələləri uzun danışdım. Belə deyim sizə, bilirsiniz, biz elə bir işlərə baxırdıq ki, mən həqiqətən də, bu yadınızda olar da Adriana Çilintananın bir filmi var idi, Blef. Görürsən ki, bizim Azərbaycanlılar doğrudan pul qazanmağı çox bacarırlar. Və hər bir cəhətdən yaxşı da imkanları var ki, nəsə bir icad eləsinlər, nəsə bir fikirləşsinlər və s. Bu məsələlərdən yəni ki, belə bir çox böyük mənəvi ağırlığı var. Cinayət Məcəlləsinin 20-ci maddəsində qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb etmə imkan verən yaş 16 yaşdır. Lakin müəyyən cinayətlər var. Bəziləri çox bilmirdilər, o tezəlikcə şagird müəllimini vurmuş deyə silahdan idrak. Deyirlər ki, biz bunu tutmayacağıq, dedik, mən nətər tutmayacağıq. 14 yaşında bu ölümə cəhddir. Yəni, adam öldürməyə cəhd eləyib bu adam. Onu təbii ki, saxladılar. Yəni, müəyyən cinayətlər var, 14 yaşından subyekt yaradır. Amma yetkinlik yaşına çatmayanların bizdə hesab olunur 14 yaşından 84-cü maddəyə əsasən 14 yaşından 18 yaşınacan yetkinlik yaşına çatmayanlardır. Mən hesab edirəm ki, bizim cəmiyyətdə indiyəcən bəlkə də çox pis, hamısı yox da təbii, ailələrdə yaxşı tərbiyə vermirlər. Ona görə belə bir faciələr baş verir ki, uşaq gedir kimisə vurur və s. Və bir dənə sizə misal deyim. Bir neçə il bundan qabaq işə baxdım. 4 nəfər şagird, 9-cu sinifin şagirdləri. Bir qız şagirdlə istəyirlər ünsiyyətdə olsunlar. Qız da indi balaca qızdır da, indi nə bilim 15 yaşı var, 14 yaşı var. 9-cu sinif 14 olardı da. Neysə bunlara kobud deyir. Bir gün bunlar dördü də qız çıxanda məktəbdən, dərsdən onu saxlayırlar. Ne cürsə alladıb tezə tikilən binaların birinin blokuna salıb, üzr istəyirəm də, vururlar. Bir neçə dəfə vururlar. Sonra qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Onu da video çəkirlər. Bunlar deyirlər ki, sən əgər gedib evdə desən, bütün sosial şəbəkələrdə müəllimlərə və s. bunu göndərəcək ki, sən özün bu ilə razılıq vermirsən və s. Yum ginən. Qız böyük sarsıntı keçirir və s. Amma ki, evinə gəlib demir. Bunlar da görürlər ki, belə qız gələ gəlir, heç nə demir. Başlayırlar bunu demək olar ki, həftədə bir dəfə belə bir üsulla aparırlar bloka. Bu ilə müxtəlif hərəkətlər edirlər də. Axırı elə azğınlaşırlar ki, qıza deyirlər ki, bizə pul ver. Qız bütün bu pulları verir bunlara. Bunlar da hər dəfə deyirlər, yox 10 manat gətir, yox 20 manat gətir. Bu da gedir evdən oğurlayır, tutaq ki, atasına. Atası hətta şübhələnir. Bir gün görür ki, ata soruşur ki, görür qızda nəsə belə də problemlər var. Qız heç nə demir, səhər fikirləşir ki, özünü öldürsün. Gəlir, istəyir, dənizə atsın, özünü öldürsün və s. Bir dənə məktub evdə yazır ki, biz belədir, mənimlə belə rəftar eləyiblər, özümü öldürdüm. Təbii ki, faciə, bunlar tez polisə gedir və s. Təsadüfən polislər bunu dəniz qırağında hardasa, yadımdan çıxıb deyəsən, bulvarda olub ya harda. Görürlər bir balaca qız ağlayır, dayanıb dənizin düz qırağında nəsə eləyəcəkmiş də, ağlayır. Bunu tuturlar, aparırlar, görürlər ki, qızı axtarırlar. Bundan sonra işi polislər istintaqına aparıb göndərirlər bizə. Təbii ki, biz onlara böyük məsuliyyətə cəlb eləyib məhkum elədik. Hamısını da həbs elədim mən. Zaldan həbs elədim, onları buraxmışdılar. Böyük də cəza verir. Böyük ki, indi yetkinlik yaşına çatmayanlar, onu da biləsiniz ki, 10 ildən artıq azadlıqdan məhrum etmək mümkün deyil. Ondan başqa işlər olur ki, tutaq ki, yetkinlik yaşına çatmayanlar heç nəyə görə, bax, çoxunun cibində bıçaq olur. 16-15 yaşlı uşaqlar. Biri deyir ki, elektron siqareti deyir, ver mənə. O deyir, vermirəm. Götürür onu 3 dəfə bıçaqla vurur. Və yaxud bir-birinin çiyninə deyirlər, götürür, deyir ki, sən mənə niyə çiynimində? Münaqişə yaranır, vururlar. Bir dənə işimiz var idi. Avtobusa girir bir ağsaqqal adam, təqribən bir 60-a yaxın
insan görür bir oğlan oturur, bir tane hamilə xanım girir. Oğlana deyir ki, ay bala dur ginən xanım otursun. Bunlar da ya narkoman olub da oğlan. Götürür, kişini bıçaqla vurur elə avtobusda. Bir dənə bu sözə görə. Bilirsiniz, bir də faciə nədən ibarətdir ki, biz məhkəmədə mən onu hiss elədim. Hər bir işdə biz şahid dəvət edirik, zərər çəkmiş dəvət edirik. Onları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-298-ci maddəyə əsasən yalan ifadə verməyə görə, ifadədən yayınmaya görə məsuliyyət daşınması barədə iltizam alırıq. İltizama deyirik gəl qol çək. Cavan uşaqlar 19, 20, 22 deyir biz oxuya bilmirik. İnanınız Allaha ürək ağrısı ilə. Özü deyim sizə bir dəfə, iki dəfə yüzlər dəfə məktəbə kəndlərdən qızları buraxmırlar. Faciədir, valla faciədir. Uşaq deyir ki, mən oxuya bilmirəm. Deyirəm, təhsil almamısan, məktəbə getməmisən. Deyir, atestatım var. Valla xaricdə bir dənə belə bir fakt olsa, o müəllimi də bir təhər eləyərlər, valideyn də o barədə deyərlər ki, sən nə tərbiyəsi ilə məşğul olmursan. Hamısı elə fikirləşir ki, gedib ya üzr istəyirəm, sürücü olmalıdır, ya da gedib siqaret satmalıdır, nə satmalıdır. Bunun axırı nə olacaq? Bilmirəm, baxmısınız yaxşı yox. Kitayda, metroda, Instagramda var. Bir baxarsınız. Metroda görürsən ki, 6-cı, 7-ci sinifin uşaqları hamısı oturub dərs oxuyur, kitab oxuyur. Nəsə bir yazırlar, yəni ki, hardansa nəsə yazırlar və s. Bizdə metroya girirsən, ya oturub telefonla otururlar, iqra oynayırlar və s. Bunun gərək bizim şuurumuz değişsin. Sən əgər istəyirsənsə, Azərbaycan Respublikasında yaxşı pul qazanmaq, yaxşı işləmək, otur riyaziyyatla, digər bir elmlərlə məşğul olsan, oturursan, ancaq fikirləşirsən ki, nətər dərsə getməyim. Bir məsələni də qeyd eləmək istəyərdim. Bu çox ağır bir məsələdir, amma ki, yaxşı sual verdiniz ki, bu nə cür ola bilər də? Mütləq qaydada valideyn və müəllim onun tərbiyə və təhsili ilə məşğul olsun. Kitayda yenə də deyirəm, bir uşaq təqribən 6-7 yaş, bir əlinə verirlər kərpic, bir əlinə kitab və qışqırırlar ki, sən nə istəyirsən? Kərpic saxlamaq, yoxsa elmlə məşğul olmaq. Uşaq ağlayır, saxlaya bilmir. Qoymurlar ki, o uşaq əlindən o kərpici atsın. Ağlayır, bilirsiniz necə? Adamın ürəyi partlayır. Deyir ki, nə istəyirsən? Deyir, kitab. Axırı başa düşür. Deyir, onda get, elmlə məşğul ol. Yəni ki, gedib sabahları daş daşıma və s. elmlə məşğul olacaqsan, təbii ki, hansısa inkişaf olacaq və s. Ömür boyu sən hələ daş daşıya bilməyəcəksən. Məhkəmə prosesində biz birinci cinayətin olması, 43 il ancaq cinayətlə işləmişəm, ona görə cinayətdən çox danışıram. Cinayətin anlayışını demək istəyərdim. Yazılıb ki, Cinayət Məcəlləsində, Cinayət Məcəlləsinin təhdidi altında ictimai təhlükəli əməlin, hərəkət və yaxud hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. 145-ci maddədə yazılıb ki, bütün sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ilə hakim qiymətləndirməlidir. Və sonda da yazır ki, hakim ilk növbədə qanuna, öz vicdanına və daxili inamına əsasən qərar qəbul edir. Hesab eləyir ki, müstəntiqin daxili inamı var ki, bu cinayəti törədib Əli, Vəli, Pirvəli. Gəlir prokurora da sübutları qoyur və prokuror da deyir ki, bəli, mən razı və müstəntiq ittiham aktını tərtib eləyir, prokuror da ittiham aktını təsdiq eləyir. Göndərirlər məhkəməyə. Məhkəməyə gələn kimi biz kollegiyayıq 3 nəfər. Biz görürük ki, bu adam nəsə bu cinayətin törətməsini şübhə ilə yanaşırıq. Və qanunvericilik bizim imkan dairəsində bizə imkan yaradır ki, özümüz məhkəmə istintaqı vaxtı əlavə hansısa sübutlar yığaq. Mən bir işi demək istəyərdim yenə də. Kubinkada adam öldürmüşdülər. Taksi sürücüsü onun öldürülməsində bir neçə dəfə məhkum olunmuş narkoman, adı da yadımdadır, Tuncay. Onu tutub bildirmişdilər ki, sən öldürmüsən. Bu təbii ki, deyir, mən öldürməmişəm və s. Və sübutları nədən ibarət idi? Bu
Oğlanı ilə telefon yazışması olub, bir məhəllədə yaşayırlarmış da, Kubinkada. Buna deyib ki, bir dəfə mən səni vuracağım. Biraz başqa cür deyib, indi onu deyə bilmərəm. Bu barədə də hətta SMS də göndər, mən səni vuracağım. Bunu əsas götürüb, deyirlər ki, bu, nə bilim, 3 dəfə ya 4 dəfə məhkum olunub, narkotikin satışı ilə, saxlaması ilə və s. məşğul olur. Xüsusilə təhlükəli resivistdir. Və bunu tuturlar, cibindən də narkotik çıxır. Məhkəmə zalına daxil olanda mən hiss elədim ki, bu həqiqətən yanır da, bütöv ki, bu eləməyib bu cinayəti. Deyir ki, mən eləməmişəm bu cinayəti. Deyir, bəli, demişəm ona ki, vuracağım, öldürəcəyəm, amma boş-boş söhbətlərdir. Xahiş edirəm, bunu yoxlayız. Bir ilə yaxın o işə baxdıq və buna elə bir maddələr vermişdilər. 122, 1, 2, 5 və s. O da göstərir 20 ilə qədər azadlıqdan məhrum və yaxud ömürlük cəza. Telefon danışıqları, anten məlumatları harda olub və s. şahidləri dindirdi. Müəyyən etdi ki, bu ümumiyyətcə o vaxt orada olmayıb, hadisə vaxtı. Narkotika görə təbii ki, ona cəza verdik, amma ölüm vaxtında biz bəraət verdik. Hökmdə qanun qüvvəsini aldı. Yəni bilirsiniz ki, həm apellyasiya, həm kassasiya keçdi, proses yazdılar və s. Bilirsiniz, insan haqq, ədalət yerini tapanda özü də başqa cür özünə yanaşır ki, həqiqətən mən günahsız adamı hökm çıxartmadım. Ona görə hesab edirəm ki, belə işlərdə tam biz gərək araşdırma aparaq və müəyyən nəticəyə gələk. Valla mən bir şey deyim ki, bayaq dediyim kimi ömür boyu cinayətlə məşğul olmuşam, istintaq orqanında işləmişəm, məhkəmə hakimiyyətində çalışmışam, vəkil tezə olmuşam. Fikrimcə əsas məsələ vəkilin təbii ki, öz üzərində çalışması, əsas odur ki, cinayət işin materialları ilə tanış olsun. Bilirsiniz, vəkili qınamalı deyil. Bəzən görsən ki, vəkilin o qədər işi olur. Biri Qaradağ rayonunda, biri Xəzər rayonunda. Biri saat tutaq ki 11-də, biri də saat 4-də. İndi hakim də onu saxlayır, tutaq ki deyir 4-ün yarısını. Deyirəm, mən çatmalıyam biz Xəzər rayonuna, mən imkan yox. Hakim də öz işinə görə deyir ki, yox, biraz. Və yazıq o vəkillər qalır bu yollarda. Ora qaçır, bura qaçır. Mən hərdən müqayisə edirəm, deyirəm ki, 102, 103 tutaq ki. Bu polis gecələr görsən ki, hadisə yerinə çıxır. Təcili yardım köməyə gedirlər və s. həkimlər. Hər birinə maaş verirlər. Əmək haqqı maaş. Yazıq vəkil gecə yarısı onu dəvət edir istintaq orqanına ki, biz 5 nəfər tutaq ki, quldur tutmuşuq. Bilirsiniz də Cinayət Prosessual Məcəlləsində orada bir mənalı yazılıb. Neçə saat ərzində vəkil təmin eləməlisən, onunla dindirməlisən və s. Təbii ki, müraciət edirlər. Növbədə olan vəkillər gedirlər gecə 3-də, 4-də, bir də görürsünüz gecə yatmırlar səhərə qədər orada. Amma bunlara maaş da vermirlər vəkilə. Həqiqətən bilirsiniz, o özündən asılıdır ki, kiminlə nə qədər müqavilə bağlayacaq. Müqavilə də bağlananda açığı sizə deyim. Müəyyən adamlar mənim yanıma gəlirlər. Deyir ki, ay müəllim, mənim cəmi 300 manat pulum var. Amma elə bir iş deyir də, sən fikirləşirsən bu işə təqribən bir 3000 pul xərcləməlisən. Yəni maşınla getməlisən, gəlməlisən, neysə yoxlamalısan. Bu məsələlərdə çox böyük çətinliyi var. Və bir dənə də sözü deyim ki, mütləq vəkil işlə tanış olmalıdır. Niyə? Bax, mən istintaqdan ömür boyu, indi məni tanıyanlar tanıyır. Hər il bax belə bir dəftər aparırdım. Böyük bir işlərdə hər cildin, hər iş vərəqəsinin, yəni sübut əhəmiyyətli bir məsələlər. Bax, görürsünüz 617, nə bilim, cinayət işindən və yazırdım. Sonra bundan axırda qərar qəbul eləyəndə, hökm yazanda istifadə eləyirdim də, bir də bir oturub onları axırda baxmayaraq. Hər bir vəkil də belə bir böyük işlərdə özündə əl yazması olmalıdır. İndi əl yazması kompüterdə təbii ki, mən də əllə yazırdım, indi köhnə adamam da. Rəhmətli Adil İsmailov, çox gözəl, biz dost idik. O bütün böyük işlərdə mənimlə çıxırdı işlərə. Və deyirdi ki, Azad müəllim, mən işləri bir oxuyacağım. Dedim, gəl. Özdə o vaxtda bizdə ağır cinayətlərdə elə imkan da yox idi, ayrı kabinet. Gəlirdi bizim kabinetdə otururdu qızlarla. Qızlar da altıda deyirdi ki, mən çıxıb gedirəm, getmək istəyirəm, tutaq ki. Deyirdi, onda get, bütün işləri Xeroxdan çıxart, ver mənə. Qanunvericiliyə əsasən istəyə bilər də. Deyirdi, Adil müəllim, yaxşı da eləyəcək və s. Deyir, yox, getmirəm.
Otururdum oynan 11-əcən, 12-əcən otururdu, bir yazırdı. Yəni vəkil öz üzərində işləyib, bunu yığıb, o sonra bilirsiniz, çox qəribə bir şeydir. Müəyyən adamlar deyir ki, nəyə lazımdır? Sonra vəkil elə bir vəsadət verir ki, deyir cild, nə bilim, 10-cu vərəq 263-də belə bir ifadə deyib. Heç bu barədə istintaq orqanı ona hüquqi qiymət verməyib. Həqiqətən açırıq görürük ki, 263-cü vərəqdə bu belə ifadə verir. Tam əksinə və bunun gələcəkdə obyektivliyinə böyük dəlalət edir bu vəsadəti və s. Ona görə işi oxumaq əsas məsələdir. Mən özüm işləyərkən biz ildə bəlkə də 4 dəfə, 5 dəfə kurslara göndərirdik, hələ akademiyada. Vəkillər də gəlirdi, bizə mühazirə deyirdi, nə bilim, ali məhkəmənin üzvləri gəlirdi, digər universitetdən gəlirdilər, akademiyadan gəlirdilər. O çox gözəl bir məsələdir. Xaricdən gəlirdilər, adətən də korrupsiya ilə əlaqədar. Maarifləndirmə əgər istək varsa insanda, təbii ki, o öz üzərində işləyəcək, maariflənəcək və s. İstək yoxdursa, onu istəyirsən, neynirsən elə. O deyəcək, mənim neyimə lazım, məli gedib filan yerdə köynək, çorab, mayka sataram, biraz özümün başımı hərləyərəm, ya da gedib kebab pişirərəm. Görürsünüz də hər addım başı bir restoran açılır. Instagramı açmağa görürsən, hər gündə bir dənə restoran. Heç kim demir ki, gediz bir oxuyuz, gediz bir hüquqşünas oluz və s. Hüquqşünas çatışmır bizdə. Hörmətli Anar müəllim gözəl bir təşəbbüsü elədi ki, bir belə hüquqşünas qalmışdı orada burada. Deyir, oxuyuz, bu etaplardan keçiz, imtahan veriz, digər etaplardan keçiz, gəliz işləyiz, vəkil işləyiz, müqavilələr bağlayız. Yəni ki, şirkətlərlə və s. xüsusi rol oynamağım ondan ibarətdir ki, mənə elə gəlir ki, tək hakimlik yox, insanda cavanlıqdan formalaşmalıdır. Mənim yadımdadır, mən uşaq olanda yatağan idim də, saat 9-da dururdum. Əskər gələndən sonra 7-də durursan, öz çarpayını yığışdırırsan və s. Bu insanı formalaşdırır. Həmçinin işləyəndə, mən hərbi orqanlarında işləmişəm, həm daxili işlər, həm də təhlükəsizlik orqanlarında işləyərkən, orada nizam-intizam əsas məsələ idi. Nizam-intizam bizdə bir balaca çox aşağıdır. Hələ də bir misal çəkmək istəyirəm. Deməli, ilk növbədə başlayım məhkəmədən. Saat 10-a iş təyin edirik. 5-ci zalda 15 nəfər şahid çağırırıq və s. Prokuroru, nə bilim, tərəflər də, indi bizdə çəkişmə prinsipidir. Vəkil gəlir və s. Görürsən, şahidlərin 15 nəfərindən 2 nəfəri də gəlməyib. Başlayırsan zəng vurmağa. Zəng vurursan, deyir ki, hə, mən çıxmışam, 2 dəqiqəyə çatıram. Mən də işçilərimə demişdim ki, sən soruşma neçə dəqiqəyə gəlir. Sən soruş, hardasan? Zəng vurur tezdən ikinci dəfə, hardasınız? Lökbatandan indi çıxdım. Yəni bunun sözünə bax, deyir, Lökbatandan 2 dəqiqəyə gəlirəm. Bir məsələni də deyim, heç vaxt yadımdan çıxmaz. Sovet hökuməti vaxtı Almaniyaya getmişdim. O vaxtda qruppa ilə gedirdilər. 40 nəfər qruppa idi. Bizi bir Berlin şəhərində ekskursiyov qarşıladı. Alman özü belə natsist xanım idi. Xoşu gəlmirdi. SSR-in dövrü idi. SSR cəmaatından hamısından zəhləsi gedir. Bizi apardı otelə, avtobusda. Dedi ki, o vaxtda bizim hər birimizə 120 rubl pul dəyişirdilər xaricə gedəndə. 120 rubl da deyim sizə, özdə o vaxtı 10 günə gedirdik. 120 rubl, hələ bil ki, 2 dəfə gedib kafedə, nə bilim, McDonald's-da deyə bilərsən də. Ona görə hamısı çalışırdı. Hara aparır bizi ekskursavod, orada çörək yeyək. Yəni ki, putyovkaya bu 3 dəfə yemək daxil idi. Həm otel, həm 3 dəfə yemək. Arvad deyir ki, sabah səhər 7:30-da oteldə yeməkxana yoxdur. Avtobus gələcək, sizi aparacaq yeməkxanaya. 10 dəqiqə sizi sürücü gözləyəcək. 10 dəqiqədən sonra gəlməsəz, biz çıxıb gedirik. Hamısı dedilər, ha. Səhər mən düşdüm, gördüm ki, cəmi 4 nəfər adam var. Kursavod da çıxdı, ora-bura. Даже mən yaxınlaşdım. Dedim ki, biz zəng vuruzda, onları dedim, neyəcəm, mən demişəm. Düz 7:40-da dedi ki, dur, getdik. 5 nəfər biz getdik bir başqa yerdə
Oturduq, çörəyimizi yedik. Qayıtdıq otelə, gördük ki, 35 nəfər dayanıb vestibildə. Başladılar hamısı ki, necə oldu, bizi götürmədiniz, niyə bizi gözləmədiniz və s. Arvad dedi, "Tixo, ya сейчас politsiyaya pozvanın, deyir ki, polisə zəng vuracağam. Gəlib sizi burada niyə qışqırırsınız? Mən sizə demişəm 7:30-da. 7:30-da da gəlməlisiniz." Mən təəccübləndim həm də orada ki, səhər 5-də dururdum. Görürdüm maşınlar bilirsiniz nə gedir. Ora gedir, bura şəhər. Hamısı işə gedirdilər. Səhər orada 7-də iş başlayırdı. Səhəri gəldim gördüm ki, 40 nəfərin 40-ı da orada dayanıb. Ac qalmışdılar axı. Yəni ona görə bu nizam intizamı gərək bir bəzaca tənzimləyəsən. Bizdə indi də görürsüz ki, toya çağırırlar. Hamısı deyir 6-da. Biri görürsən 9-da gəlir, biri 8-də gəlir. Belə olmaz axı. İnsan səni 6-ya çağırıbsa deməli 6-da gəl. Təbii ki, vəkil mənə elə gəlir ki, heç vaxt lazımsız yerə mübahisə aparmamalıdır. 15 ilə yaxın hakim işlədim. Bir dəfə də nə xüsusi qərar çıxartdım, nə də məlumat verdim vəkillər kollegiyasına. Vəkildir, mənim dostlarımdır, həmkarıq, hüquqşünasıq. Mən niyə göndərməliyim? Lap səhv eləyib vəkil. Təbii ki, hakimlə vəkil arasında qanunvericilik yazıb ki, 32-ci maddə var. Yəni çəkişmə prinsipi həm ittiham tərəfi ilə, həm müdafiə tərəfi ilə hakim gərək heç bir qeyri-prosessual münasibətlər saxlamaz. Amma o demək deyil ki, biz hakimlə vəkil, yenə də deyirəm, biz hamımız hüquq fakültəsini bitirmişik. İşlədiyim mənim dostlarım, tələbə yoldaşlarım oturur. Bax, indi biz bu büroda mənim çox hörmət etdiyim Əsədova Tahirə xanım o uzun illər İnzibati Kommersiya Məhkəməsinin hakimi olub, sonra Sabunçu rayon məhkəməsinin hakimi olub. Yəni deməyim odur ki, hakimlə vəkilin arası ancaq dostluq arası olmalıdır. İndi cinayət işində təbii ki, onlar vəsadət verir. Gərək elə bir vəsadət versin ki, işin xeyrinə olsun. Elə məqamı vurur ki, görürsən ki, həqiqətən o cildi oxuyanda, o vərəqəni oxuyanda görürsən ki, həmən onun yazdığı vəsadət bütün işi tərs-məssəb eləyir. Sən istəyirdin ki, ona bir böyük cəza verəsən, amma o vəsadətdən sonra sənin fikrin dəyişdi və görürsən ki, bəraət edici hökm çıxardırsan. Hesab edirəm ki, ancaq bizim münasibətlərimiz elə bir olmalıdır ki, bir-birimizdən hörmətlə yanaşmalıyıq. Ümumiyyətcə, bizim cəmiyyətdə tək vəkillə hakim yox, insan gərək hansı vəzifədə işləyir, işləməsin, insan olmalı. Mən özüm dəfələrlə hiss eləmişəm ki, gəlirsən hansısa bir mənzil istismar sahəsinə və yaxud gedirsən adicə bir məmurun yanına, özünü elə aparır ki, bilmirə tanımır səni, tutaq ki, sən kimsən? Bir dəfə mənim heç vaxt yanımdan çıxmaz. Mənim yanımda bir nəfər adam getmişdi, qonşumuz mənzil istismar sahəsinə getmişdi. Bunun sinəsi açıq idi. Bir balaca da açıq qoymuş. Götür, nə bilim, sinəvi bağla və s. Kobud danışmaq, kobud rəftar. İnsan ona görə görürsən ki, bu məsələdə nəinki hakimdənmi və digər vəzifəli şəxsdən incir. Mən bilmirəm, hiss eləyirsiniz, hiss eləmirsiniz. Görürsən ki, haradasa yazırlar ki, filan vəzifəli şəxs başına nəsə bir iş gəlib. Başlayırsan kommentə baxmağa, fikirləşirsən də ki, baxaq cəmaət. Hələ bil ki, bu vəzifəli şəxslər bunlar üçün xalq düşmanıdır. Başlayırlar elə bir artıq əsli sözlər demək, əcəb oldu, nə bilim, nə oldu. Deyirsən ki, biz nə cəmiyyətdə yaşayırıq? Biz də Azərbaycanlıyıq, biz də eyni vətəndaşıq. Mənim yerimə olsun başqası. Bax, bir dənə sizə bir şey deyim də, 43 il işləmişəm və hakimlik 14 il, 14 ay 13 günə görə hakimlik pensiyasını ala bilmirəm. Deyirlər ki, sən gərək 15 il işləyəydin. Deyirəm, yaxşı. Vermişəm məhkəməyə, məhkəmədə qanuna müvafiq araşdırma gedir də inzibati məhkəmədə. Görürsən ki, sosial mediada yazırlar. Hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi. Birincisi, sənin nə ixtiyarın var, mənim məbləğimi deyəsən, mən nə alıram? Mən işləmişəm polis, xüsusi orqanlarda. Elə bir işlər aparmışam ki, onları indi deyə də bilmirəm təbii. Gecələr işləmişəm, sutkalarla, rayonlarda aylarla qalmışam, böyük işlər aparmışam. Mənim həmişə bir dənə çemadanım olardı. Orada diş fırçası, köynək, bir-iki dənə sabun, zad o vaxt gedəndə heç sabun da yox idi rayonda. Elə bir
yerlərdə qalırdıq ki, mənim yadımdadır. Şəkidə, Kərvansarayda güya mənə hörmət eləyirlər. Otelə vermişdilər yanvar ayında. Kərvansarayda heç nədə ataplen yox, bir şey yox. Otaq yekə, daşlar da orada bu boyda görmüsünüz. Orada yatmaq olar. Mən qalmışdım, bilmirəm nə edim. Axırı düşdüm maşına, peçi yandım, maşında yatdım. Yəni ki, mən belə şəraitdə işləmişəm. 5 il universitetdə, 2 il qiyabi bir təhsil almışam. 2 il Ədliyyə Akademiyasında işləmişəm. 20 il yaxın təhsil var. İndi niyə mənim maaşımla digərin maaşını sən fərq qoymursan və deyirsən ki, niyə Azad Məcidov ona bəs eləmir? Bu hələ bil ki, Sovet hökuməti vaxtında demək olar ki, hamısı eyni maaş alırdılar. Ən minimum, pensiya da ən minimum. Birini qoyum keçim obursuna. Mənim anam onkologiya dispanserində 40 ildən çox həkim olub. Bir gün mənə gəldi pensiya çıxandan sonra dedi ki, valla mən 40 il həkim işləmişəm. 120 manat təqaüd alıram. Mən 8 saat 9-dan 6-yacan işləyir. Deyir, bizdə bir xadimə var. Səhər gəlir 9-un yarısı, 9-acan. Otağı yığışdırdı, çıxdı, getdi. Həmin xadimə də 120 manat pul alır. Deyir, niyə? Hüquqşünas kimi mənə müraciət eləyirlər. Deyir, valla mən bilmirəm. Dövlət belə qanun qəbul edib. SSR dövlət. İndi bunlar da deyir ki, sən də belə. Bu proletar düşüncədir. Yəni niyə mənim bir belə əməyim, mənim bir belə işim, mən hər şeyi görmüşəm, müharibədə görmüşəm və s. Bu Sovet hökuməti dağılanda da gecə-gündüz otururduq işdə. Sonra 88-ci il o Qarabağın məsələsi, 92-93 ən çətin məqamlar, mitinqlar və s. mən işləmişəm. Sən deyirsən ki, niyə bir belə alır bu? Çox qəribə bir məsələdir. Bir ona deyən yoxdur ki, sən bunu niyə belə yazırsan ki, sənə azlıq eləyir bir belə maaşı. Ona görə hesab edirəm ki, hər bir halda həm vəkil, həm hakim, həm müstəntiq, həm prokuror biz hamımız eyni məsələyə qulluq eləyirik. Dövlətçilik ilk növbədə və sosial ədalətin bərpası. Təbii, hər bir halda hakim və vəkil olmaq üçün əsas odur ki, ədaləti riayət etmək, daimi öz üzərində çalışmaq, oxumaq, kurslara getmək, savadını artırmaq. Bunlar olmasa nə hakim, nə vəkil işləyə bilməyəcək. Vəkil özü də hakimdən biraz daha da genişdir sahəsi. Düzdür, mülkünü oxumuşuq və s. Amma yadımdan çıxıb da indi. Oturub mülkü ilə işləyirəm. İnzibati prosessual qanunvericiliyi götürmüşəm. Biri deyir ki, mən boşanmaq istəyirəm. Birisi deyir ki, hansısa evində problem olub. Üçüncüsü deyir ki, nə bilim, cinayət olub. Bunları hamısını təbii ki, biz bilməliyik. Vəkilin peşəsi ictimai peşədir. Hamısı onu görür. Görür ki, bu vəkil nə cür işləyir. İnsan görür ki, bu adam ürəklə yanaşır bu işə və istəyir ki, kömək eləsin və s. Həqiqətən də ona nail olanda, yəni ki, müsbət bir qərar çıxarılanda o vəkilin imici 1-ə 100 qalxır. Tamaqdan uzaq olmalısan. Biz hamımız, mən bayaq da dedim, maaş almırıq və s. Müqaviləyə əsasən nə qədər bağlasaq, o da minimum olur. Biz hamısını başa düşürük. Gəl deyir, bir belə pulum var, mənə bir dənə məktub yaz, mənə bir dənə, nə bilim, vəsadət yaz, iddia ərizəsi. Təbii, mən heç pul da götürmədən onu eləyirəm. Hesab edirəm ki, əsas məsələ vəkilin öz üzərində çalışması və ədalət prinsipi əsas məsələlərdən biridir.